Çocuklar, hər vaxtınız xeyir olsun. Bugünkü mövzumuz maddə miqdarının digər bölməsi, kimya formulları üzrə hesablamalar. Başlayaq birinci sualdan. Birinci sualda 1 molunda 3,1 (-1) sayılı su molekulu var. Və biz molün tapmaqdan ötürü 3,1 vur 10^24 bunu böləcəyik 6,2 10^23-ə. Burada qalır 10, burada qalır 2. Yəni burada daha doğrusu burada qalır 10, burada qalır 2, 10 da 2-yə böləndə 5. Sadə riyazi hesablamada diqqətsizlik eləsək təbii ki də səhv olacaq. Və oldu 5. Cavabımız bu olacaq D variantı. İkinci sual. 5-ci qrup əsas yarım qrup. Yarım qrupda yerləşən elementin baş oksidi. 5-ci qrupdursa bu olur X2O5 və bu 142-dir. Bu olur 100, belə deyək, X2O5 emir. 142. Demək, 2 plus 5 vur 16, 80 bərabər 142. Buradan X'i tapırıq, olur bizim cavabımız. Üçüncü sualda ikivalentli metal oksidinin 4 qramında. Baxın, ikivalentli metaldırsa bu olacaq oksigenlə babelik. 4 qramında 6,2 vur 10^22 nə var? Metal atomu var. X atomu var. Atom. Atomun altından X'in atomlarını yazacağım. 6,2 vur 10^23. Bütün atomlar desəydi 1, 1, 2'ye vurardıq. Sadəcə X'i dediyinə heç nəyə vurmuruq. Qramın da altından təbii ki X plus 16 yazacağıq və buradan bunlar ixtisar gedəcək. Burada 10 qalır. 14'e 40. 40 bərabərdir X plus 16. X də bərabərdir 24. Və cavab olacaq təbii ki 24. 4 onun kimidir. 5-ci sualda bu tipdədir. Və burada deyir ki 5-ci sualda 1,505 sayda atomları olan magnezyum çeyniki birləşməsi neçə qramdır? Və 1,505 vur 10^24 sayda bütün atomlar neçə qram? 6,2 vur 10^23 vur 5 bu olacaq. Neçə qram? 100 qram. Qramın altından emir yazırıq təbii ki. Atomun altından da indeksi, van indeksin 6,2 10^23-ə vuruq və buradan X'i tapırıq. Burada eləyəcək. Deməli 2,5 ixtisar eləyəndə bunlar ixtisar gedir. 2 qalır. X də bərabər 50. Və həmçinin 6-cı sual eynən bundandır. 7-ci suala baxaq. 7-ci sual. Burada CXHY molekuluna karbon və hidrogen atomları sayı nisbəti 1-in 3-ədir. Uşaqlar, 1-in 3-ə nisbəti, 2-nin 6-ya nisbəti, 4-ün 12-yə nisbəti və s. Burada bir dənə variant 2-nin 6-ya nisbəti var. Baxın budur. Sonra 8-ci sual. 8-ci sualda 8 qram CH4. CH4 normalda CH4. 12 plus 4 eləyəcək 16. 1 molunun kütləsi, yəni molyar kütləsi. Bunun parasını verib deyə hər şey para olacaq. Uşaqlar, 8 parasıdır deyə molun da parası olacaq. 0,5, 1'in parası. 6,2 10^23'ün parası 3,1 parası olacaq. 22,4 litrin parası olacaq. Tərkibində bunun 12 qram karbon var. Bunun da parası olacaq. Hamısı düzdür. Bir dənə A'dan başqa. A'da 4 hidrogen atomu. Normalda 4'dür da. Parasında 2 olmalıdır. Bu səhvdir. 6-cı sual. 90 qram kristallaşması bölürəm 18'e 5 düşür. Və bu olacaq. Yəni bunu nə belə elədik? Nö bərabərdir. Balaca M böl böyük M düsturunda. Sonra 10-cu suala baxaq. Yenə eynisindəndir. 11 və 12 eynidir. 11'də ikivalentli metalın sülfat tozu. Bildiyimiz kimi sülfat topusu uşaqlar. H2SO4'dür. Burada əgər bir valentli metal olsa, belə deyək ki,
H-ın yerində bir valentli metal olsa, bildiyimiz kimi bu SO4 iki valentli olduğuna görə, çünki bunun iki dənə hidrogeni qopmuş olanda bu iki valentli olur. Burada bir valentli elementi olanda SO4 2 olduğuna bu 2 bura düşəcək. Bizə deyir ki, 2 valentli metal. Bu da 2 valentli. SO4 də 2 valentli və formul belə olacaq. Bu olur 11-ci sualın həlli üçün verilən formulda. Burada nə olacaq? 0,5 molun kütləsi 8 qramdır. 0,5 8 qramdır. Molun altından 1 qramın altından emir. X plus 96. Belə. Sonra 3 valentli metalın sülfat buzu. X 3 valentlidir. Sülfat SO4'dür. 2 bura düşür. 3 bura düşür. Belə olacaq. 0,5 molu 20 qramdırsa, molun altından 1 qramın altından 2x plus 96 vur 3. Və sabit. Belə. 13-cü suala baxaq. Birləşmənin 0,2 molunda. Demək, birləşməmiz var bizim. X-dən, Y-dən, Z-dən ibarət olan birləşməmiz var. Bunun molu 0,2'dir. Burada hər bir elementin öz molu isə 0,4, 0,2 və 0,8. İndi burada 1 mola uyğun rəqəmi tapmaq üçün bu 0,2 mola uyğundur da bu rəqəmlərin hər biri. 1 mola uyğun tapmaq üçün 0,4'ü 0,2'ye bölürük. Eləyəcək neçə? 2. 0,2, 0,2, 1, 0,8, 0,2, 4. Birləşmənin formulu olacaq belə. Sonra 13-cü sualı bildiyi 14 ilə bundan 15 3 valentli metalın nitrat tuzunun. 3 valentli metalın nitrat tuzu deyəndə nitrat HNO3'dür. Ona görə NO3 qalığı 1 valentlidir uşaqlar. Çünki bir dənə H qopub bundan. 3 valentli metal olduğuna görə NO3'dən 3 dənə. Demək, X plus NO3 62 olmalıdır. 62 vur 3. Bu 1 mol üçündür. Bu 1 mol üçündür. Molar kütləsi 242. Elə bu bərabərdir 242. Buradan da biz nə tapırıq? X-i hesaplamış oluruq. Belə. 16-cı sual asan sualdır. 16 eynidir 17 ilə. 17'ye baxaq. 20 qramında altdan %2 ons deyilmiş. Baxın, 20 qramında uşaqlar altdan %2 onsda 23 nə var? Atom. Qramın altına 2x plus 32 yazıram. Alttan %2 vur onsda 23 vur 3. Vur 3. Bunlar ixtisar gedir. X bərabər. Daha doğrusu x plus 32 bərabər 60'a. X bərabərdir 28'e. A variantı və 18-19 eynidir. Necə eləyəcək bunlara baxın. 0,1 vur x plus 16. Üstə gəl. 0,6 vur x plus 32. Bərabərdə 60'a. Buradan x'i tapırıq. 19 eynən bundandır. Sadəcə burada indekslər mütləq nəzərə alınmalıdır. 2x plus 16, 2x plus 32 yazılacaq burada. Və 20 də bayaqki misallardandır. Keçdik. 21 də bayaqkilardandır, 22 də. 23'e baxaq uşaqlar. 23'də nədir? Baxın, 0,5 molu, 0,5 molu 112,5 qramdır. Qramın altından ml yazırıq. Sink 65'dir plus 2x. Molun altından təbii ki, bir buradan tənasibi həll edirik. 24-25'e baxaq. 24'ü mən həll edirəm. 25'i siz videonu saxlayıb özünüz həll edə bilərsiniz. Deməli, burada kalsium X2 və Y2S birləşməsinin molar kütlələri bərabərdirsə, bunların nisbi atom kütlələrini tapırıq. Kalsium 40'dır. 40 plus 2x bərabərdir 2y plus 32. Və buradan x'i tapırıq. Yəni, buradan əvvəl 2x tapırıq. 2y plus minus 8
X də bərabərdir y minus 4. 25-i də bu yolla həll edirik. Sonra 26'da buradan bizdən eni istəyir. Buradan baxanda eni tapmaq olur əslində. Yolu uzundur amma buradan eni tapmaq olur. X2 2 valentli deyə bura 2 düşəcək. N bərabərdir 2. Aha, belə. Sonra 27. 27'də deyir ki, emin ilə nisbəti 1.5. Burada 3'ün 2'ye nisbəti 6'nın 2'ye nisbəti 3'dür. Burada 5'in 2'ye nisbəti 2.5'dir. Onun 4'e nisbəti 2.5'dir. C və Y ola bilər. Amma deyir ki, X'in molu 2 dənədir. Buna görə Y variantı. Sonra 28-ci suala baxaq. Deyir ki, oksigen atomlarının sayı deməli 4 plus N. 4 plus N. Bu deyir 50%'dir. 100% ise bütün atomların sayıdır. 6 plus 3'in. 6 plus 3'in neye başa düşməsəniz soruşun. Buradan tənasüblə eni tapırıq. Eynən 29'da bunun kimi. Sonra 30'a keçdik. 1 mol X atomu A gramdır. 1 mol Y atomu B gram. Burada X plus 2B. Daha doğrusu A plus 2B olacak. A plus 2B. Bu en az sayıda molekul kütləsidir. Bizə deyir ki, 1 molekul neçə qramdır? 1 molekul X qram. Və buradan X'i tapırıq. A plus 2B böl NA olacaq. 31 ilə bunun kimi 32. 6 qram karbon 1 qram hidrogendən əmələ gələn karbohidrogen üçün 6 qram karbon və 1 mol hidrogen. 1 qram hidrogen. Karbonu öz ayrına bölürəm, hidrogeni öz ayrına. Bu 2'də 1, bu 1'dir. Və bunu hər ikisini 2'ye vuranda 1'in 2'ye. Belə bir karbohidrogen yoxdur uşaqlar. Üzvü kimyanı keçəndə biləcəyik. Amma nə deyir bizə? Nələri hesablamaq olar? Onun sadə formulunu nisbi molekul kütləsini belə hesablaya bilər ki, bu CH2 deyə bir maddə yoxdur. Amma hər ikisini 2'ye vursaq C2H4 ola bilər. C4H8 ola bilər. Məsələn, deyək ki, C5H10 ola bilər. Buna görə nisbi molekul kütləsini hesaplayanmarıq. Çünki bunların hər biri ola bilər axı. Ona görə bunu hesaplayanmarıq. Sadə formulunu, bəli, bu sadə formul deməkdir. Bu özlüyündə indeksləri ixtisar olunmuş formada sadə formul deməkdir. Karbon kütlə payını, bəli, karbon kütlə payını və hidrogen kütlə payını da hesablaya bilər. Çünki bunların hər ikisini eyni bir rəqəmə vuranda, onda orada kütlə payı dəyişmir. Sonra keçək 33'ə. 33'də nə deyir bizə? A molunun kütləsi M qram. Deməli, A molunun kütləsi M qram. Molun altına 1 qramın altına emir yazırıq. Buradan emir bərabərdir M böl A. 2,24 litrinin kütləsi N qram. 2,24 litrinin kütləsi N qram. 22,4'ün altından emir yazırıq. Emir bərabərdir 10N. Burada da emir bərabərdir M böl A. Emir bərabərdir 10N. Bunları bərabərləşdiririk və buradan emir veya N'i tapırıq asandır. M böl A bu. Bərabərdir 10N. Burada M'i tapsaq M bərabərdir 10NA. Bu ola bilər. 34 ilə bununlandır. 35-ciyə baxaq. 35'e baxaq. Deməli, 1 mol hidrogen atomunda hidrogen atomu uşaqlar eləcə H-dır. Bu da 1 yana Avogadrodur. Altdan %2 demiş oksigen molekulu. Oksigen molekulu uşaqlar O2 deməkdir. Burada 2 yana deməkdir. Atom deyəndə atom. Molekul deyirsə bu başqadır. Amma atom deyəndə belədir. 2 qram hidrogen. Hidrogen 2 qramı belədir. Orada da 2 yanadır. Və burada riyazi təbii ki uyğunlaşdırırıq. 36 eynən bunun kimi. Sonra keçdik 37'yə. 37-ci sualda uşaqlar.
X2 Y o 4'ten 3 tane bu 8 qramdır. 8 qramda deyir Y 0,6'dır. Molla ama. Y'in molla dediğine burada 3 yazırım. Qramın altında emir bilmirəm nədirsə. Emiri tapaq bu. Bu derece 50 bir 400. X beraber emir beraber 400. Deməli tapdıq emirin 400. 8 qramdır. Emiri 400'dür. Emirin altına kütlənin altından emiri yazabilirik. Burada x'in kütlesi 2,24'tür ve x'in kütlesi de 2x'tir burada. Ve buradan x'i de tapırıq. X beraberdir. Elir 56. Yok 50 neçə? 2'ye böləndə 2'ye böləndə. Böyle burada x'i tapırıq edir 56. X tapdım 56. İndi burada x2 y koordinatı 3 dənədir və cəmi 400'dür. Deməli 400'dür. 2x x'i tapmışam 56. 2 vur 56 üstə gəl. Y plus 16 vurdu. Vur 3 bərabərdir 400. Belə. Buradan da x'i təbii ki, y-i təbii ki tapırıq. Belə. 38 eynən bunun kimidir. Videonu saxlayıb onu həll edə bilərsiniz. 39'a baxaq. Deməli verilmiş miqdarda qazlarla təchiz edilmiş qablarda atom sayını müqayisə edin. Atom sayı. M qram oksigende ne kadar atom var? M gramda X atom var. 32 gramda 2 yana. Enaları yazmayaq da bize mani olmasın. X beraberdir. M böl 16. Sonra M gramda bu taraftan yazaq bunu da. M gramda X 48 gramda 3 yana. X beraberdir. M böl 16. Deməli belə eləyək də bunu işarələyək. Bu birincidir. Bu ikincidir. Keçək üçüncüyə. Üçüncüyə. M qramda. M qramda. X 28 qramda Çena. Bizə atom dediyinə görə indeksi vuruq. Yəni 2 enaları qoyaq. X bərabərdir. M böl 14. Bu oldu. Uşaqlar üçüncü. Sonra keçdik M qramda. M qramda X 32 plus 14 46 gramda 3 ena 3 yani X beraberdir M böl 3 M böl 46 diyek de 3 ena atomlar sayını 3 M böl 46 ve bu oldu bizim dördüncümüz. İndi uşaqlar baxın. Buradan necə müqayisə edirik? Burada ozunda da 3'tür. Ozunda da 3'tür. 3'ün böl 48 dersinde. Bunu yazabilirik burada. Bununla müqayisə eləməkdən ötürü. Əvvəl 2 ilə 3'ü müqayisə edərək. Bunu nəzərə almamışdıq. Burada diqqətsizlik. Daha doğrusu nəzərə almışdıq və hesaplamışdıq. Amma müqayisə eləyəndə bunları belə yazmaq daha yaxşıdır. 2 ilə 4'ü əvvəlcə müqayisə eləyək. Çünki surətlərində 3'imdir. Baxıram ki 3'imdir. Məxrəci birində 46'dır. Birində 3'im böl 48'dir burada. Deməli 3'im böl 48. Aha. Baxıram ki 3'imdir surətlər. Məxrəcdə biri 48'dir, biri 46. Hansı böyükdür? Məxrəcdə 46 olan böyükdür. Yəni 4 böyükdür 2'dən. Baxaq. 4 böyükdür 2'dən. Burada başqa 4 böyükdür 2'dən olan var. Bu yox. 4 bərabərdir 2 yazıb. Bu səhvdir. Burada 4 böyükdür 2'dən. Bu səhvdir. Variant bir dənə B qalır ki. Bir dənə bunu tapandan sonra. B variantı. Amma digərlərini də yoxlayaq. Bununla bunu da yoxlayaq. Birinci M böl 16'dır. Üçüncü M böl 14.
Təbii ki, m bölü 14 böyükdür. 3 böyükdür 1-dən. 3 böyükdür 1-dən. 1 ilə 2 bərabərdir ki, bəli, 1 ilə 2 bərabərdir. Çünki burada m bölü 3 m bölü 48, m bölü 16 deməkdir, bəli. Burada ikinci ilə birinci bərabərdir. Düzdür, B variantıdır. Sadə riyazi, bu hamısını tapandan sonra sadə riyazi müqayisədir. Baxaq 40-cı suala. Hansı iki qazın mol nisbətindən asılı olmayaraq eyni şəraitdə qarışdırılmaqla qazları sıxlığı havanın sıxlığına bərabər qaz qarışdırmaq olmaz. Deməli, havanın sıxlığına, yəni 29-a bərabər hazırlamaq üçün biri bundan balaca olmalıdır, biri bundan böyük olmalıdır uşaqlar. Hər ikisi balacadırsa, məsələn deyək ki, x-lə y. Hər ikisi balacadırsa 29-dan aşağı olacaq. Ona görə də götürürük x-lə y. Və burada əslində bunlar da ola bilər, ha. Z-lə t də ola bilər. Elə bir cavab yoxdur deyə onu götürə bilmirik. Bu belə. Sonra keçdik 41-ə. Aha. 41-də nə deyir uşaqlar? 41-də deməli bu P4-dür. Və P4-də bir molekulun kütləsi. Tapaq. Birincinin həll edək. Uşaqlar. Bir molekulun kütləsi neçə qramdır? Na molekulunun kütləsi 4/31'dir. Yəni buradan x bərabərdir 124 böl Na. Yəni 124 böl Na B bura aid olacaq. Keçdik bunun ikincisinə. Bir molunun kütləsi təbii ki 4/31'dir. Yəni olacaq 124A. Bir molekulunda atomların sayı. Bu üçüncünü tapaq. Bir molekulunda neçə atom var? Na molekulunda 4 tane atom var. Yəni burada x olacaq 4 böl Na. Deməli, bir molekulunda atomlar sayı, bir molekulunda Na molekulunda 4 tane atom var. Bir molekulunda x bərabər 4 böl Na necə olacaq bu? Şuar. Səhv elədim. Bir molekulunda elə bunun 4 tane atom var. Na molekulunda 4 Na qədər. 4 Na qədər. Ona görə də elə buradan x bərabərdir 4 edir. Ona görə D olacaq bu da. Belə.